Herkese salam. Bugün çayla içmeye şokoladlı piçenya hazırladık. Qaba 100 qram yağ, 60 qram şəkər və 1 paket vanilin əlavə edirik, qarışdırırıq. Üzərinə bir dənə yumurta əlavə edib yenə də qarışdırırıq. Üzərinə bir az duz əlavə edirik və 190 qram un və qabartma tozu da əlavə edib xəmir halına gətiririk. Qara plitka şokoladı bıçaqla doğrayıb xəmirə əlavə edirik. Sonra xəmiri bir neçə hissəyə bölüb yumru formaya salıb sobaya yerləşdirdim. Bu reseptlə məndə 7 dənə piçenya alındı, amma siz biraz da balaca eləsəz daha çox alınacaq. Üstü xırçıltılı, içi isə çox yumşaq bir piçenya alındı. Dadına isə söz ola bilməz, çox gözəl alınmışdı. Siz də hazırlayın, nuş olsun.